Bismillahirrahmanirrahim. Xəndək döyüşündə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu: Əlinin xəndəkdə vurduğu bir qılınc zərbəsi qiyamət gününə qədər bütün mömin insanların və mömin cinlərin etdiyi ibadətdən daha yüksəkdir. Vahabilərə və əhl-i sünnə əhlinə belə bir sual. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əli əleyhissalamdan başqa hansı bir sahabəsi haqda belə bir kəlam söyləmişdir və yaxud buna bənzər bir kəlam söyləmişdir?